Yalnız eskiz və memarlıq layihələrinin olması isə rahat şəkildə tikintiyə başlamaq eyni zamanda inşası tamamlanmış həyət evinə çıxarış almaq mənasında deyil. İlkin növbədə torpağın çıxarışı olmalıdır, yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət çıxarışı olmalıdır. Bizə müraciət edən, eyni zamanda rəydə öz fikirlərini bildirən vətəndaşlar var ki, qeyd edirlər, biz tikintiyə başlamaq üçün eskiz və memarlıq layihəsi hazırlatdıq. Həmin layihəni hazırlatdıqdan sonra tikintiyə başlayarkən bizə yerli icra hakimiyyəti, bələdiyyə və digər qurumlardan gəlib işimizə mane oldular, işimizi dayandırdılar. Bu tam qanunidir. Çünki eskiz layihə ilə bir yerdə torpağın çıxarışı sistemə yüklənməlidir. Yükləndikdən sonra 13 gün ərzində icra hakimiyyəti heç bir qeyd bildirməsə, rahat şəkildə tikintiyə başlaya bilərsiniz. Eyni zamanda vətəndaşlara deyilə bilər ki, eskiz layihəni çəkdirək, evə rahat şəkildə çıxarış ala bilərsiniz. Bu da tamamilə əsassız bir nüansdır. Mütləq şəkildə yenə torpağın çıxarışı olmalıdır və tikinti qanunvericilik çərçivəsində tam yekunlaşmalıdır. Ətraflı məlumatlar üçün 055 433 4335 diqqətiniz və etibarınız üçün təşəkkür edirik. Sağ olun.